Yuxusuzluq və uzun müddətli monitor işlə məşğul olmaq gözaltı torbaların əmələ gəlməsinə səbəb ola bilərmi? Gözaltı torbaların əmələ gəlmə səbəbi əslində birbaşa monitor və ya yuxusuzluğa bağlı deyil, birbaşa. Gözaltı torbaların əmələ gəlməyinin əsas səbəbləri var. Bir, yaş. İkinci, göz çox ovuşdurmaq. Üçüncü, böyrək problemi, yəni bədəndə ödem. Dördüncü, allergik fon. Beşinci, incə dəri. Monitorla məşğul olmasalar da, yuxu ilə bağlı problemləri olmasa da bu qrup insanlarda digərlərinə nisbətən daha erkən torbalar ortaya çıxır. Amma nataraz yuxu və monitorla uzun müddət işləmək əgər gigiyenik işlənilmirsə, xroniki yorğunluğa gətirir. Xronik yorğunluq nəticəsində qan dövranı azlığı, limfostaz və bunun nəticəsində gözaltı torbalar ortaya çıxa bilər.